Salam dostlar, kanalıma xoş gəlmisiniz. Mən Yasin Oğuzov. Biz bu kanalda dünyanın maraqlı güşələrini, tarixini və mədəniyyətlərini kəşf edirik. Bugün sizi Avropanın ürəyinə, Lüksemburq adlanan kiçik bir möcüzəyə aparıram. Gəlin birlikdə bu gizli xəzinəni açaq. Rəsmi ad Lüksemburq Böyük Hersoqluğu. Ərazisi 2,586 kilometr kvadrat, Azərbaycanın 1/3 qədər, əhalisi 640 min nəfər, paytaxt Lüksemburq şəhəri, dillər Lüksemburqca, fransızca, almanca. Dünyada ən yüksək adam başına düşən gəlir Lüksemburqdadır. Hər şey 963-cü ildə Qraf Siegfriedin Bok qayası üzərində bir qala tikməsi ilə başladı. Strateji mövqeyinə görə şimalın Cəbbəlü Tarixi adlandırıldı. Əsrlər boyu müxtəlif imperatorluqların müqəddəs Roma, İspaniya, Fransa, Avstriya idarəsində qaldı. Nəhayət 1839-cu ildə müstəqil oldu. Paytaxt iki hissədən ibarətdir. Yuxarı şəhər, tarixi mərkəz, Hersoq sarayı, Notre Dame kafedralı, alış-veriş küçələri buradadır. Aşağı şəhər, Grand, çay kənarında UNESCO-nun qoruduğu masallardan çıxmış bir məhəllə. Korniş, Avropanın ən gözəl balkonu deyilən möhtəşəm mənzərəli yol. Yeraltı dünyası, Bok kazematları. Şəhərin ən sirli yeri yeraltıdır. Bok və Petrusle kazematları. Ünlü hərbi mühəndis Vauban tərəfindən inşa edilmiş 23 kilometrdən çox uzanan tunellər və sığınacaqlar. Döyüş zamanı minlərlə əsgər və atı saxlayırdı. Mütləq görülməlidir. Lüksemburq yalnız şəhər deyil, şərqdə Mullertal bölgəsi var, ona kiçik İsveçrə deyirlər. Nağıl kimi qaya quruluşları, kiçik şəlalələr və sıx meşələr, piyada səyahəti və təbiət fotoşəkilləri üçün bir cənnətdir. Şimalda Arden meşələri var, tarixi qalalar və sakit kəndlər. Cənubda isə Mosella çayı, boyu uzanan üzüm bağları, Lüksemburq şərabları, xüsusilə ar və krement köpüklü şərab burada yetişir. Dostlar, şərab içmirəm, şərab içməyi də heç kimə tövsiyə etmirəm. İndi isə müasir üzünə nəzər salaq. Lüksemburq Avropanın qabaqda gələn maliyyə mərkəzidir. Kirsberg yaylasında AB qurumları, ədalət məhkəməsi, müasir memarlıq və incəsənət muzeyləri yerləşir. Tarixi şəhərlə təzad ilə inanılmazdır. Küçə şənlikləri, əhalinin demək olar ki, yarısı xaricidir. Bu inanılmaz bir beynəlxalq mühit yaradır. İnsanlar gündəlik həyatda 3 dildə danışır. Yayda küçə musiqi festivalları, qışda ənənəvi bazarlar canlanır. Schuberfeuer kənd yarmarkası əsrlərlik bir ənənədir. Mətbəxi fransız ləzzəti ilə Alman porsiya ölçüsünün qarışığı kimidir. Cad mat qarde bunen, tüstülənmiş donuz ətli lobya, milli yemək sayılır. Grompereki selser, kartof qovurması köftəsi ən məşhur küçə yeməyidir. Yerli pivələri və alma şərabları da məşhurdur. Və indi ən inanılmaz fakt. Lüksemburq dünyada bütün ictimai nəqliyyatını qatarlar, tramvaylar, avtobuslar pulsuz edən tək ölkədir. 2020-ci ildən etibarən turistlər də daxil olmaqla hər kəs pulsuz səyahət edə bilir. Birinci sinif qatar yerləri istisnadır. Bu fürsətdən mütləq faydalanmaq lazımdır. Ölkənin ikincisi Ayternax. Ölkənin ən qədim şəhəri, orta əsrlər atmosferini qoruyur. Vianden isə möhtəşəm bir qalanın üstündə yerləşən çay kənarı qəsəbəsidir. Victor Hugo burada yaşayıb, qalası Avropanın ən gözəllərindəndir.
İncəsənət sevənlər üçün Mudam müasir incəsənət muzeyi, müasir əsərlər, Villa Vauban klassik rəsm kolleksiyası, milli tarix və incəsənət muzeyi ölkənin 1000 illik hekayəsini danışır. Nə alsaq yaxşı olar? Lüks mallar üçün Grand Rue küçəsi, yerli ləzzətlər üçün bazarlar və şərab dükanları, yadigar kimi yerli şərab, Lüksemburg seramikaları və butik pivələr. Məsələn, Lampert's Beer. Bir gününüz varsa, səhər Bok kazematları və Korniç mənzərəsi, gün ortasında Grand məhəlləsində biraz gəzinti, günortadan sonra Hersog sarayı, xarici görünüş, Notre Dame katedralı, buralara gedib səyahət edə bilərsiniz. Əgər Lüksemburgda 3 gün qalacaqsınızsa, birinci gün paytaxtı kəşf edin, ikinci gün təbiətə qaçın, Mulhertalda gəzinti və Aytraxtda ziyarət, üçüncü gün şimala gedin, Viendan qalasını görün. Praktik məlumatlar. Pul vahidi Lüksemburgun avrodur, qalacaq yer paytaxtda baha ola bilər, mərkəzdən biraz kənarda axtarış edin. İqlim olaraq mülayim, yayı sərin, qışı soyuq, yağışlı ola bilər, mövsümə uyğun geyinin. Azərbaycan ziyarətçiləri üçün önəmli məlumat. Diqqət! Azərbaycan vətəndaşları Lüksemburg Şengen zonasındadır, buna görə də Şengen vizası tələb olunur. Yaşıl xidmət pasport sahibləri 90 günə qədər vizadan azaddır. Viza müraciətinizi ilk daxil olacağınız və ya ən çox qalacağınız ölkədən etməlisiniz. Əgər bilmirsinizsə, Lüksemburgda çox az bilinən maraqlı məlumatları sizə indi verəcəyəm. Hersogun əsl iqamətgahı Berg sarayıdır. Şəhərdəki saray yalnız mərasimlər üçündür. Aynternachda rəqs edən kütlə UNESCO-nun mədəni İrs siyahısındadır. Ölkədə cəmi bir universitet var, Lüksemburg Universiteti. Əfsanəyə görə Bok qayasında Melusina adlı bir pəri yaşayır. Əfsanəyə görə. İnsanlar belə inanırlar. Deməli, Lüksemburg tarixi, təbiəti, müasir həyatı, beynəlxalq mühiti və pulsuz nəqliyyatı ilə sürprizlərlə dolu bir ölkədir. Avropa səfərinizdə ona bir neçə gün ayırmağa dəyər. Dostlar, videonu bəyəndinizsə bəyənmə düyməsini sıxmağı və kanala abunə olmağı unutmayın. Növbəti ölkəni harada kəşf etmək istərdiniz? Şərhlərdə yazın. Yasin Oğuzov kanalında təkrardan görüşənədək sağlıqla qalın.